Aprel ayının 30-da Avropa Parlamenti növbəti dəfə və məlum olur ki, sadəcə 13-cü dəfə Azərbaycan əleyhinə bir qətnamə qəbul edib. Və bu məsələ ilə bağlı o qətnamədə Azərbaycan əleyhinə ki, saxta ittihamlar, əsas ittihamlar öz əksini tapmışdı. Bu məsələlərlə bağlı bugün parlamentdə çox geniş, biraz da dəqiq desəm, deməli saat 11-dən saat 12-yə qədər, deməli 12-ni də keçdi, müzakirələr oldu və çıxış nitqində parlamentin sədri Sahibə xanım Qafarova məlumat verdi. Məlum anti-Azərbaycan qətnamə, onun mahiyyəti, onun qərəzli olması, onu şərtləndirən amillərlə bağlı mövqeyini ifadə elədi və Azərbaycanın bu məsələ ilə bağlı Azərbaycan parlamentinin də bu məsələ ilə bağlı mövqeyini ifadə etmək üçün bir komissiya yaradıldı və yekunda da bir qərar qəbul edildi. Və bu qərarda da açıq şəkildə Azərbaycan parlamentinin, Avropa parlamentinin məlum qərəzli qətnaməsinə münasibəti ifadə edilib. Bu qətnamənin əsassız olduğu, bu qətnamədə əksini tapmış mülahisələrin heç bir reallığı əks etdirmədiyi, yalan, iftira ilə dolu olduğu öz əksini tapıb. Birinci növbədə Avropa Parlamenti Azərbaycana ittiham edir ki, güya biz Qarabağdan erməniləri zorla qovub çıxarmışıq və onları sanki biz deportasiyaya məruz qoymuşuq. Bizi tənqidə dözməyən bir yanaşmadır. Əvvəla 2020-ci ildə 2-ci Qarabağ müharibəsi, sonra 2023-cü il antiterror əməliyyatları və bunun nəticəsində ermənilər Qarabağdan könüllü şəkildə çıxdılar və Azərbaycan tərəfi Qarabağı tərk etmək istəyən ermənilərə reinteqrasiya təklifini etdi ki, Azərbaycan dövlətinin qanunlarını qəbul edin, Azərbaycan vətəndaşı olaraq yaşayın və bizim qanunlarımıza hörmətlə yanaşın. Amma onlar könüllü şəkildə bundan imtina etdilər ki, daha biz Azərbaycanda qalmaq istəmirik. İstəmirsiniz, faktlar, dəlillər, video görüntüləri, müsahibələr, yəni təqsim edilməz faktlar var ki, ortada, yəni 3 il bundan qabaq baş vermiş hadisələrdir ki, ermənilər könüllü şəkildə tərk ediblər. Bax, Avropa Parlamenti doğrudan da haqqın, ədalətin tərəfdarsansa, onda niyə bizim 1 milyondan çox qaçqınımız, məcburi köçkünümüzlə bağlı analoji addım atmadın? Niyə Ermənistana münasibətdə belə qətnamələr qəbul etmədin? Bu yerdə mən cənab prezident İlham Əliyevin sözləri yadıma düşür. Dövlətimizin başçısı bildirir ki, bəzən Avropa parlamentləri elə qətnamələr qəbul edir ki, onlar Ermənistan parlamentinin qətnamələrindən daha aqressivdir və bəzən adam elə gəlir ki, bunu Ermənistan parlament edib. Və bu bir həqiqətdir. İkinci onların ittihamlarının biri onunla bağlı idi ki, Azərbaycan erməni əsilli vətəndaşları güya hərbi əsir kimi saxlayıb, onlar siyasi məhbus statusuna qaldırmaq istəyirlər. Heç kəsə sir deyildir ki, Qarabağ müharibəsi dövründə bax, Azərbaycanda bugün məhkum həyatını yaşayan həmin erməni əsilli şəxslər bəşəri cinayətə imza atıblar. Onlar soyqırımda iştirak ediblər, onun deməli əməlində ittiham olunurlar və bu ittihamlar sübuta yetirilib. Terrorçuluğu və separatizmi təbliğ ediblər və mülki əhaliyə qarşı hərbi cinayətlərdə birbaşa iştirak ediblər və bu iştirak beynəlxalq mexanizmlərdən, beynəlxalq hüququn norma və prinsiplərinə istinad etməklə sübuta yetirilib və onlar vəkillərlə də təmin edilmişlər. Belə şəxslərə, belə cinayətkarlara onlar siyasi məhbus və yaxud da ki, hərbi əsir adlandırırlar. Siz təsəvvür eləyin ki, Azərbaycanın işğal ərazilərindəki bütün tarixi və mədəni tarixi abidələrini yerlə yeksan eləyiblər, bizim mədəni irsimizi məhv eləyiblər, 67 məscidin 65-ini məhv eləyiblər, qalan o ikisində də tövlə kimi istifadə eləyiblər, orada donuzlar saxlayıblar, orada deməli inəklər saxlayıblar və bu təkcə Azərbaycana münasibətdə bu həqarətli addım deyil, bu bütün müsəlman dünyasını təhqir etməkdir. Və belə olan vəziyyətdə siz təsəvvür edin ki, Azərbaycan dövləti həm Bakı şəhərində, həm də işğaldan azad olmuş ərazilərimizin özündə də hər yerdə biz məhz erməni abidələrini, harada varsa həmin erməni abidələrini biz qorumuşuq. Bakı şəhərinin mərkəzində erməni kilsəsi var, orada olan bütün ədəbiyyatlar da qorunur və eyni zamanda abidənin özü də qorunur. Bu faktdır və bunu hər kəs görür.
Və nə qədər ölkəmizə xarici diplomatlar gəliblər, beynəlxalq təşkilatçıların təmsilçiləri gəliblər, bizim ölkəmizdəki səfirlər dəfələrlə işğaldan azad olmuş ərazilərdə olublar və öz təsdiqləyirlər ki, yerlə yeksan ediblər ermənilər buradakı deməli bütün abidələrimizi və xüsusilə də bir məqamın üzərində xüsusilə dayanmaq istəyirəm. Yadınızdadır, tarixdən bunu hər birimiz yaxşı bilirik. Nürnberg prosesi vardı, məşhur. Orada Alman faşizmi ittiham olunurdu, Alman faşistləri ittiham olunurdu və ittihamların içərisində biri diqqəti cəlb edir, xüsusilə diqqəti cəlb edir. Orada faşistləri ittiham olunarkən göstərilirdi ki, bu faşistlər işğal etdikləri xristiyan ölkələrində kilsələrdə atları və itləri saxlayırdılar. Bu xristiyan dünyasına təhqirdir. Çünki yalnız faşist deməli belə müqəddəs ocaqlarda atı və iti saxlaya bilər. Nə fərq var? Ermənilər də başqa bir müqəddəs ocaqda, məscidlərdə deməli donuzları və inəkləri saxlayırlar. Deməli eyni məntiqlə onlar faşist addımlar atıblar, faşist davranışı ortaya qoyublar və niyə Avropa parlamentarları bunu görmürlər və ya da görməzliyə qoyurlar? Yəni, heç bir tənqidə dözmür. Sizin də qeyd etdiyiniz kimi Xarici İşlər Nazirliyimiz artıq Avropa Parlamentinin Azərbaycandakı nümayəndəsini çağırıb səfir deməli nazirliyə və ona öz etirazını ifadə edib ki, bu heç bir halda Avropa İttifaqı ilə bizim münasibətlərimizə xeyir vermir, fayda vermir, zərbə endirir və bu ikili standartların bir ifadəsidir.